Sən bugün Məkkə müşriklərlə nazil olan ayəni Allaha, Rəsuluna iman gətirən, qiyamətə iman gətirən, Allah Təbarəkə və Teala'nın dediklərinə iman edən bir insanlara aid eləysən. Bismillahirrahmanirrahim. Elif, lam, mim. Zəlikəl kitabu la reybə fih. Hudən lil muttaqin. Bu kitab təqvallara yol göstərir. Əllezine yu'minun bil gayb. Onlar qeybə iman gətirirlər. Allaha, qiyamətə, qeyb olan nə varsa ona. Əllezine yu'minun bil gayb və yuqimunas-salah. Namaz qılırlar. Elhamdülillah, Əhl-i Beyt dostları namaz qılırlar, Allaha iman gədiriblər. Hər gün namazda vahdahu la şərikələ, təhdi, Allahın şəriki yoxdur deyirlər. Şirk eləyən siz Allaha ələyaq veribsiniz. Allaha zaman, məkan, Allaha forma veribsiniz. Sənin alimindir, yazır İsbatul həddilillah, Allahın enini uzunu ispat eləyən kitab. Allaha əl veribsən, ayaq veribsən, forma veribsən. Amma deyirsən, forma vermirik, əli var. Heç bir forma demirik, ayağı var. Qiyamət günündə əvvəla çox maraqlı bir sözdür. Quranda ayədə deyir, yevmə yukşəfu ənsaq. Yevmə yukşəfu ənsaq. Bir gün gələcək, baldır açılacaq. Harada yazıldı ki, Allahın baldır açılacaq? Sən niyə onu tərcümə elədin, Allahın baldır açılacaq? Hə, gecə gündüz namaz qılırsan baldır üçün. Oruç tutursan baldır üçün. Hə, həccə gedibsən baldır üçün. Mənə quburi deyirsən, qəbrə ibadət eləyən. Sən baldirisən. Baldır pərəstsən onda. Əgər əstağfurullah, yəni bunu mən təhqir üçün demirəm. Qardaş, ayənin təfsiri başqa bir şeydir. Harada yazıldı ki, Allah ayağını açdı. Orada Allah sözü yoxdur. Gətiribsən onu nədir? Allahın ayağı açıldı. Əstağfurullah. Sən nə bilirsən özdə Allahın ayağıdır. Və bir də ki, niyə baldırını açır? Bu nə sözdür? Baldır açılacaq. Bir gün gələcək, yəni Allah, əstağfurullah. İmam Sadiq Aleyhisselam'dan soruşurlar, ya buna Resulullah, Peyğəmbərin balası, ayaq açılacaq, baldır açılacaq. Nə deməkdir? Deyir ki, qiyamətin günündə insan dəhşətindən o paltarını dartar, insanın ayağı açılar dəhşətdən. Əslində heç kimin ayağı da açılmayacaq. Orada mənanı ifadə eləmək istəyir Allah ki, dəhşətli olacaq həmin gün. Şərt deyil orada kimsə baldırını açar. Orada sənin zehninə gündəlik işlətdiyin birinin övladını ölmüş şəkildə cavan uşağını qabağına gətirsən, nətər dəhşətdən əlini vurar və belə deyə ətəyini dartar, baldır açılar, o mənadadır. Yəni əzabı ifadə eləmək istəyir, dəhşəti ifadə eləmək istəyir. Nəinki gələcək ki, əstağfurullah, Allah baldırını açacaq. Allaha ayaq verdiniz, Allaha forma verdiniz. Biz hər gün namazda deyirik, vahdahu la şərikə lə, təhd onun şəriki yoxdur. Müşriklərin problemi nə idi?